Təlaffüzü verilmiş sözlərdən birinin yazılışı fərqlidir. İzin, yazılışı, deyilişi fərqli deyil. Meyil, ətir, səbir sözləri, yazılış və deyilişləri eynidir. Lakin E bəndində sehir sözü tələffüzdə, yazılış isə İ'siz yazacaq, sehir yazılır. Yəni düzgün cavabımız E bəndi olacaq. Təkidlə sözünün fonetik xüsusiyyətləri ilə bağlı yanlış fikirləri müəyyən edin. Yazılışı və deyilişi arasında iki fərqli məqam var. Təkidlə deməli, üç fərqli məqam var. Birinci yanlışdır, yəni bizə lazım olan cavabdır. Bir. İki, qarşılığı olmayan bir samit var. Tələffüzə diqqətli olmaq lazımdır. Burada iki dənə N səsi olduğu üçün bu da yanlış olacaq. Digərləri isə düzgündür. Yəni, üç açıq sahitlərdən biri uzun tələffüz olunur. Birinci Ə uzun tələffüz olunur. Bir-birlə qarşılıq olan samitlər işlənməmişdir. Burada işlənməyib. Yəni, ilk baxışda adam elə gəlir ki, T və D səsləri var. Orada D səsi yox, T səsi var. Yəni, bu düzdür. Səslərdən biri hərflə ifadə olunmayıb. Sonuncu N səsi hərflə ifadə olunmayıb. Bu da doğrudur. Düzgün cavab 1, 2, yəni A bəndi olacaq. Leksik şəkilçilərə aid düzgün fikirlərdir. 1. Söz kökündən həm əvvəl, həm də sonra işlənə bilir. Düzgün fikirdir. 2. Cümlədə sözlər arasında qrammatik bağlılıq yaradır. Yanlışdır. Bu qrammatik şəkilçilərə aid xüsusiyyətdir. 3. Söz yaradıcılığında fəal iştirak edir. Bəli, söz yaradıcılığında leksik şəkilçilər fəal iştirak edir. 4. Yalnız milli şəkilçilərdir. Bu yanlış fikirdir. Çünki həm də alınma şəkilçilər, leksik şəkilçilərdir. 5. Sözün quruluşunu dəyişə bilir. Bəli, leksik şəkilçilər sadə sözdən düzəltmə söz yaradır. Yəni, düzgün cavablar 1, 3, 5 C bəndi olacaq. Pambıq toxumu mənasını verən sözü müəyyən edin. Pambıq toxum mənasını verən söz burada çigitdir, çəltik düyüdür, vələmir yem bitkisidir, darı, xırda toxumlar olan bitkidir. O da yeməlidir, yəni mədəni bitkidir. Taxıl ümumi dənli bitkilər verilən addır. Çiğid isə pambığın toxumudur. Düzgün cavab B bəndi olur. Verilmiş isimlərdən hansıların amonimi sifətdir? İsimlər məsələsinə diqqətli olmaq lazımdır. Hava, onun amonimi də isimdir. Bizə sifət lazımdır. Bir olanı çıxırıq, A-dan C gedəcək. Rəng, o da amonim tərəflər isimdir. Bu da olmur. Göy isminin amonimi göy rəng olaraq sifətdir. Buruq ismi, buruq, neft buruqları, buruq saç sifətdir. 3, 4 bizim şərtimizə əməl edilir. Kürə də isimdir, sifət deyil. Dolu ismi, bir də boş dolu məqamında olan. Deməli, düzgün cavab 3, 4, 6, yəni D bəndidir. Uyğunluğu müəyyən edin. Düzdür, səhvdir. 1. İstiqlal abidəsi şəhərin mərkəzindədir cümləsində yalnız isim işlənib. İstiqlal, isim, abidə, isim, şəhər, isim, mərkəz, isimdir. Bu doğru fikirdir. 1, yəni yaddaşımıza salırıq, 1 doğru fikirdir. 2. Kəndləri çayın sahilində yerləşir cümləsi təsirli hallı isimlə başlayıb. Burada kəndləri təsirli hallı, onların kəndləri, yəni kəndləri təsirli halda yox, onların kəndləri çayın sahilində yerləşir. Bu mənsubiyyət şəklisi qəbul edib və adlı haldadır. Deməli, 2 düzgün olmaz.
3. Məktəbimizdə Musa Yaqubla görüş keçirildi cümləsində feildən düzələn isim mübtədadır. Görüş keçirildi. Görmək feilindən görüş ismi yaranıb və mübtəda vəzifəsindədir. 1, 3 düzgündür. Səhvdir hissəsində 4. Yərik halda olan isim cümlənin müstəqil üzvü ola bilir. Bu doğrudur. Yəni, amma səhvə getməz. Hal və mənsubiyyət şəkilçiləri ismin başlanğıc formasını dəyişir. Bu səhv fikirdir, yanlış fikirdir. Çünki qrammatik şəkilçi sözün başlanğıc formasını dəyişməz. 6. İnsan anlayışı bildirən isim bəzən nə sualına cavab verə bilər. Bu doğrudur. Yəni, qeyri-müəyyənlik, qeyri-müəyyən təsirlik halda olan isimlər insan anlayışı bildirsə də nə sualına cavab verə bilər. Belə də düzgün cavab 1, 3, 5, yəni C bəndidir. Biri isim və feilə aid ortaq qrammatik şəkilçidir. Qrammatik şəkilçidən gedir söhbət. Yəni, burada ıl və ç şəkilçisi, ış şəkilçisi gedir. Onlar leksik şəkilçilərdir. Malı feilə aid olan şəkilçidir. Sınız ismə aid olan şəkilçi deyil. Yəni, sınız şəkilçisi isə həm isimdə, həm də feildə şəxs şəkilçisi kimi çıxış eləyə bilir və düzgün cavabımız sınız şəkilçisi A bəndidir. Hansı nümunədə cümlə üzvləri yalnız söz birləşmələri ilə ifadə olunmuşdur? Təbii ki, diqqətli olmaq lazımdır. A bəndində gənc ifaçıların müsabiqəsi böyük müvəffəqiyyətlə keçdi. Burada gənc ayrılıqda təyindir, böyük təyindir. Deməli, cavab olmaz. B. Yuxudan kal duran Hüseyin kişi həyətdəki qara təəccüblə baxdı. Burada həyətdəki ayrılıqda təyin, təəccüblə zəflikdir. Deməli, o da cavab ola bilmir. Başımı yana çevirərək sobaya odun qoyan Ağca nənənin hərəkətlərinə göz qoyurdu. Burada diqqətli olmaq lazımdır. Başımı yana çevirərək sobaya odun qoyan, başımı yana çevirərək bir cümlə üzvü sobaya odun qoyan, bir cümlə üzvü Ağca nənənin hərəkətlərinə, bir cümlə üzvü göz qoyurdum da xəbərdir. Göz qoyurdum, ola bilər bəzi diqqətdən yayınan məsələ olsun, göz qoymaq frazeoloji birləşmədir. Yəni, bizim şərtimizi ödəyir. O da söz birləşməsidir. Deməli, düzgün cavab C bəndi olacaq. Hansı cümlədə altından xətt çəkilmiş ismin ikinci saiti yazılmamalıdır? Burada qayda bizim yadımıza düşməlidir. Yəni, bəzi keçəli isimlərdə saitin düşməməsi məsələsi var. A. Beyni çox yükləmək lazım deyil. Burada hal şəkilsi artırıldığı üçün beyin sözündəki i saiti düşməz. Sinifdəki əlaçıların şəkilləri şərəf lövhəsində idi. Burada da cəm şəkilsi artırıb sait artırılmı i düşməyəcək. C. Oğulun mərdi döyüşdə bilinər. Oğulun mərdi yəlikal şəkilsi artırılıb. Ona görə də u düşməz. Sizin taxılınız yağışdan sonra yaxşı boy atıb taxıl sözündə də düşmür. D. Alının açıq, üzün ağ olsun. Burada isə alın sözünə ın mənsubiyyət şəkilsi artırıldığında milli sözlərimizin bəzi keçallarında sait düşür. Yəni, buradakı alının açıq, üzün ağ olsun. Birinci ı saiti düşür. Düzgün cavab D. Yəni, yazılmamalıdır. Sadə cümlələrin şəxsə görə növlərini ardıcıllıqla müəyyən edin. Doğrusu kimsəsiz qalan bu uşağa ürəyim yandı. Heyrətdən yerində donub qalmışdı. Heç
tərpənmirdi. Birinci cümlə doğrusu ara sözdür. Kimsəsiz qalan bu uşağa ürəyim yandı cümləsi isə frazeoloji birləşməli xəbərdir. Bu şəxsi cümlədir. Mübtəda təsəvvür etmək mümkün deyil. Heyrətdən yerində donub qalmışdı. Kim? O, filan kəs. Heç tərpənmirdi. Kim? O, filan kəs. Müəyyən şəxsli cümlədir. Yəni, şəxsi cümlə, müəyyən şəxsi cümlə, bu da ifadə olunub B bəndində. Düzgün cavab B-dir. Cədvələ əsasən uyğun bəndləri müəyyən edin. Heç kimin ixtiyarı yoxdur ki, vətənin dar günündə özünü kənara çəksin. Doğrudur, yanlışdır yazılıb. Biz tapaq. Baş və budaq cümləsi bağlayıcı ilə bağlanan tabeli mürəkkəb cümlədir. Heç kimin ixtiyarı yoxdur ki, birinci baş cümlədir, ikinci budaq cümlədir və ki bağlayıcısı ilə bağlanıb. Bu doğrudur. Baş cümlədə inkar ədatı işlənib. Heç kimin ixtiyarı yoxdur ki. Burada baş cümlə heç sözünü görürük. Yəni, diqqətli olmaq lazımdır ki, heç ədat yox. Bu heç kim mürəkkəb əvəzlikdir. Yəni, bu düzgün sayıla bilməz. 3-də budaq cümlədə mübtəda yoxdur. Vətənin dar gündə özünü kənara çəksin. Bu budaq cümlədir və burada mübtəda yoxdur. Yəni 1-3 doğru fikirdir. Yanlışa baxaq. Baş cümlənin xəbəri suala cavab vermir. Yoxdur sözü suala cavab vermir. Bu doğrudur. Bizə lazım olmur. 5. Budaq cümlədə ismi birləşmə tamamlıq vəzifəsindədir. Vətənin dar günündə özünü kənara çəksin. Vətənin dar günündə bu tamamlıq yox, zaman zərfli idi və bu da yanlış fikirdir. Ona görə də düzgün cavab 1, 3, 5, yəni E bəndidir. Tabesiz mürəkkəb cümləni müəyyən edin. A. Uşaqlarının hər üçü şəhərdə yaşadığı halda o, kənddən heç yana getmək istəmədi. Bu sadə cümlədir. B. Yağış yağmasa idi, bütün məhsul zay olacaqdı. Burada sa şəkilçisi ilə bağlandığı üçün bu tabeli mürəkkəb cümlədir. Çay dayaz idi, amma iti axdığı üçün təhlükəli idi. Burada çay dayaz idi, amma iti axdığı üçün təhlükəlidir. Nə? Çay. Bu da sadə cümlədir. E-də. Divanda oturmuşdum, kitab oxuyurdum. Kim? Mən. Sadə cümlədir. C bəndində göy üzü təmiz və aydın, ətraf sakit və səssiz idi. Göy üzü təmiz və aydın idi hissəci burada ixtisar olunub, amma ayrıca mübtədası var. Ətraf sakit və səssiz idi. Bu da ikinci bir cümlədir və bu tabesiz mürəkkəb cümlədir. Düzgün cavab C bəndidir. Hansı cümlədə zərfliyin əlavəsi işlənmişdir? A. Artıq səhər tezdən burada Kürün sahilində idi. İlk baxışda burada, harada sualına cavab verir və ondan sonra əlavə gəlib. Amma burada idi, yəni bu xəbərdir, zərflik deyil. Burada idi, Kürün sahilində idi. Buna çox diqqətli olmaq lazımdır, yoxsa səhv yönələcəksiniz. B. O vaxt, müharibə vaxtı biçinə gedəndə yeməyimiz ancaq ayran, bir də quru çörək olardı. Burada da biraz adam çaşdıra bilər. O vaxt ardın oxumasan görəcəksən ki, nə vaxt? Zaman zərfliyində də elə deyil. O vaxt biçinə gedəndə. Burada o vaxt fe'li bağlama tərkibinin asılı tərəfidir və müharibə vaxtı da zərfliyin əlavəsi yox, fe'li bağlama tərkibinin asılı tərəfinin əlavəsidir. Buna görə bu da cavab ola bilməz. C bəndində kənddə olanda dağları, dərələri, düzləri, hər yeri qarış-qarış gəzərdik. Burada
da əlavəyə oxşuyur hər yeri. Lakin onun izah elədiyi, əslində ümumiləşdirdiyi sözlər var, həmci sözlər var və o ümumiləşdirici sözdür, yəni əlavə deyil. D bəndində Nərgiz xala kəndə xeyir iş üçün, elçi getmək üçün gəlmişdi. Bax, bura Nərgiz xala kəndə xeyir iş üçün. Niyə gəlmişdi? Xeyir iş üçün. Yəni, elçi getmək üçün. Elçi getmək üçün də xeyir işi üçün zərfliyinin əlavəsidir. E bəndində yuxarı dağın zirvəsi qarla örtülü idi. Burada yuxarı zərflə ifadə olunan mübtədadır. Yəni, bu test, çətin test hesab oluna bilər. Amma düzgün cavab D bəndidir. Tabiəsizlik əlaqəsi həmci sözlər arasında deyil. A. Yerindən, yurdundan didərgin düşmüş insanlar acınacaqlı vəziyyətdə idilər. Tabiəsi həmci sözlər arasında. Var həmci sözlər, bir də var həmci sözlər arasında. Həmci sözlər həmci üz olmaya da bilər. Bax, elə birinci cümlədə həmin fikri ifadə edən cümlədir. Yerindən, yurdundan. Bu tabiəsi əlaqəsidir. Didərgin düşmüş, yerindən, yurdundan dərgin düşmüş insanlar. Yəni, o feil sifət tərkibinin daxilindədir. Ayrılıqda həmciz üz deyil və düzgün cavab A olacaq. Amma digərlərinə baxa bilərik. B. Yolçu sakit, rahat bir yerdə əyləşdi. Sakit, rahat. Həmciz üzlər arasındadır. Eldar iş yoldaşlarını və tələbə yoldaşlarını ad gününə dəvət etmişdi. Həmciz tamamlıqdır. Elçin Bakıda deyildi, İstanbulda idi. Həmciz xəbərlərdir. E. Ləpəli, dalğalı, bu dənizi sevirəm. Həmciz təyindir. Və düzgün cavab A bəndidir. Səhv yazılmış mürəkkəb adı müəyyən edin. Burada B bəndində Beynəlxalq Ana Dili Günü. Beynəlxalq Ana Dili Günündə bütün sözlərin baş hərfi böyük yazılır və dili sözü burada kiçik yazıldığı üçün səhv variant B bəndidir. Düzgün cavab B. Klasteri tamamlayan sözləri müəyyənləşdirin. Bir kök, iki leksik şəkilçi, iki qrammatik şəkilçidir. Salamlaşdıq. Salam, salamlamaq sözü var. Ş da ayrıcına, yəni la və ş, d və q. Birinci, yəni düzgündür. 2. Yelləncəklərimiz. Yel, yellə, yellən, yelləncək. 3 leksik şəkilçidir. Düzgün gəlməz. Çəkisizlikdən çək, çəki, çəkisizlik 3 leksik şəkilçidir. Doğru olmaz. Pusqudakıların pus, pusqu, pusqudakı 2 leksik şəkilçini gördük. Lar və ın. 4 düzgündür. 5 gərginləşmişdir. Gər, gər sözün köküdür. Gərgin leksik şəkilçi. Gərginləmək yoxdur. Ləş, gərginləşmək, ləş var. 2 leksik şəkilçidir. Mişdir də qrammatik şəkilçidir. Ona görə də düzgün cavab 1, 4, 5, yəni E bəndidir. Hansı sözün başlanğıc forması quruluşuna görə digərlərindən fərqlənir? Başlanğıc forma və quruluşuna görə digərlərindən fərqlənir. Baməzə başlanğıc formadadır. Düzəltmə sözdür. Sadəlik başlanğıc formadadır. Düzəltmə sözdür. Gəmiçilik başlanğıc formadadır. Düzəltmə sözdür. Yolladıq. Yolladıq sözünün başlanğıc forması yollamaqdır. Yol, yolla. Bu da düzəltmə sözdür. C bəndində isə saxlamaq sözünün başlanğıc forması saxla sözüdür. Saxla sözü isə sadə sözdür.
Buna göre de düzgün cevabımız C bəndi olacaq. Yalnız köməkçi nitq hissəsi ilə amonimliyi olan köməkçi nitq hissəsidir. Yəni, amonimli xüsusiyyəti var, amma yalnız köməkçi nitq hissəsi ilə amonimliyi var. Nəhayət sözünün nə əsas nitq hissəsindən, nə də köməkçi hissəsindən amonimliyi var. Sadəcə olaraq vurğu fərqi olduğu üçün yəni, başqa nitq hissəsi kimi işlənə bilər. Necə həm ədat ola bilər, həm də əvəzlik ola bilər. Yəni, əsas nitq hissəsindən amonimliyi var. Sarı rəng mənasında, sarımaq mənasında, bir də qoşma mənasında sarı və sarı. Bu, əsas və köməkçi nitq hissəsi kimi amonim ola bilir. Qədər, qoşma kimi və qədər, tali, qismət mənasında da isimlə amonimlik yarada bilər. Yəni isə, D bəndindəki yəni, həm bağlayıcı, həm də ədat ola bilər. Əsas nitq hissəsi kimi amonimliyi yoxdur. Buna görə də düzgün cavab D bəndidir. Cədvəl əsasında cümlələrlə bağlı uyğun fikirləri müəyyən edin. Bu qaranlıq zirzəmidə gün işığı görməsəm də, hər dəfə sənin gəlişini günün çıxmağı kimi gözləyirəm. Qaraltılar qalanın aşağı tərəfindən endilər və dərələrə doğru irəlilədilər. Cədvəldə cümlələrin hər ikisinə aiddir. Mürəkkəb cümlədir. Mürəkkəb cümlədir. Birincisi görməsən də mürəkkəb cümlədir. Amma ikinci cümlədə qaraltılar qalanın aşağı tərəfindən endilər və dərələr doğru. Kim qaraltılar? Buna görə də hər ikisinə aid ola bilmir. Bir, yəni yanlış oldu. İkinci, ismi birləşmə işlənib. Qaranlıq zirzəmi var. Günün çıxmağı var. Qaraltılar qalanın aşağı tərəfindən. Qalanın aşağı tərəfi isim birləşmədir. Deməli, hər ikisinə aid olan ikincini qəbul elədik. 3. İki köməkçi nitq hissəsi işlənib. Birinci cümləyə baxaq. Bu qaranlıq zirzəmdə gün işığı görməsəm də, ədat, hər dəfə sənin gəlişin günün çıxmağı kimi, bu da qoşmadır. 2 dənə köməkçi nitq hissəsini gördük. İkinci cümlədə qaraltılar qalanın aşağı tərəfindən endilər və dərələrə doğru irəlilədilər. Və doğru bunlar. Sadəcə şagird burada nədən çaşa bilər? Tərəf məsələsində. Bilirik ki, tərəf həm də evə tərəf, aşağı tərəf qoşma ola bilər. Amma bu, o yönlü kala qoşulanda qoşma olur. Aşağı tərəf olanda isə bu qoşma deyil, bu isim kimidir. Yəni 2-3-ü qəbul elədik. Cümlənin heç birinə aid deyil. Feili birləşmə işlənib. Bu qaranlıq zirzəmdə gün işığı görməsən də sənin gəlişin isim birləşmədir, günün çıxmağı. Orada məsdər olmasına baxmayaraq, orada feili birləşmə yoxdur. Günün çıxmağı isim birləşmədir. Qalanın aşağı tərəfindən isə bu da ismi birləşmədir. Yəni burada feili birləşmə işlənib heç birinə aid deyil. Düzgün cavab 2, 3, 6'dır. Yəni B bəndi olacaq. Söz cümlələrə aid olmayan fikri müəyyən edin. Sual tələb etmir. Düzgündür. Daha çox danışıqda istifadə olunur. Aiddir, düzgündür. Bir neçə züllənməyən sözlərdən ibarət ola bilər. Doğrudur. Bütöv bir cümlənin mənasını ifadə edə bilir. Bu da düzdür. A bəndində isə modal söz, ədat və qoşmaların bir qismi ilə formalaşır fikri yanlışdır. Çünki qoşmalarla söz cümlə formalaşa bilmir, yarana bilmir və düzgün cavab A bəndidir. Kitabələrdən Bilgə Xaqanın necə hökmdar olduğunu öyrənirik cümləsinin sintaktik təhlil sxemini müəyyənləşdirir. Kitabələrdən Bilgə Xaqanın necə hökmdar olduğunu nə edirik?
öyrənirik? Xəbərdir. Nədən öyrənirik? Kitabələrdən öyrənirik. Kitabələrdən tamamlıqdır. Nəyi öyrənirik? Bilgə xaqanın necə hökmdar olduğunu. Bu isə cümlənin tamamlığıdır. Bu sxem isə E bəndində verilib, düzgün cavab E'dir. Ara sözlər haqqında yanlış fikirlərdir. Cümlə üzvü olmur, düzdür. 2. İsmi birləşməklə ifadə oluna bilmir, yanlışdır, ifadə oluna bilər. Sözün düzü, sözün doğrusu ola bilər. 3. Cümlənin hansı hissəsində gəlməsindən asılı olmayaraq söz sırasını pozmur, doğrudur. 4. Çox zaman modal sözlərlə ifadə olunur, doğrudur. 5. Cümlə üzvləri ilə heç bir bağlılığı olmur, sintaktik bağlılığı olmur, qrammatik bağlılığı olmur, amma məna bağlılığı olur. Yəni bu yanlış fikirdir. Ona görə də 2-5 yanlış, düzgün cavab D'dir. Tərkibində 3 əsas nitq hissəsi olan söz birləşmələrini müəyyən edin. 1. Ədəbiyyatın tərbiyəvi əhəmiyyəti. Ədəbiyyat əsas nitq hissəsi, tərbiyəvi əsas nitq, əhəmiyyəti də əsas nitq hissəsi. Deməli, birinci uyğun gəlir. 2. Qarabağ haqqında film. Burada Qarabağ və film əsas nitq hissəsi də haqqında qoşmadır. 3. Oxuya bilmək qabiliyyəti. 3 söz olmasına baxmayaraq, burada oxuya bilmək bir əsas nitq hissəsidir, mürəkkəb feildir, qabiliyyət də isimdir. Yəni, bu da düzgün deyil. 4. Buz kimi bulaq suyu. Buz əsas nitq hissəsi, bulaq əsas nitq hissəsi, suyu da əsas nitq hissəsi. Kimi isə qoşmadı. Yəni, bizim şərtimizi ödəyir. 4. 5. İmtahanlara ciddi hazırlaşmaq. İmtahan əsas nitq, ciddi əsas, hazırlaşmaq da əsas. Yəni, düzgün cavab 1, 4, 5 olacaq. Hansı tabeli mürəkkəb cümlələr birinci budaq, sonra isə baş cümlə sxeminə uyğundur? 1. Elə danış, başa düşün. Burada elə danış ki, bərpa eləmək olur, bağlayıcı vasitəni. Yəni, birinci baş cümlədir. 2. Hava soyudu mu, dağlarda qar görünür. Hava soyuyanda, bu budaq cümlədir. İkincisi isə baş cümlədir. 3. Nə qədər çalışdısa da divarı aşa bilmədi. Burada da sa da var. Deməli, birinci budaq cümlədir. 4. Şərti şumda kəsək ki, xırmanda yabalaşmayaq. Bu baş cümlə əvvəldir. Və 5-ci də kimdən soruşuram, o cavab versin. Kimdən soruşuramsa, o da cavab versin olacaq. 2, 3, 5. Yol ilə sürətlə şütüyən maşın gördüm cümləsində hansı cümlə üzvləri vardır? Nə etdim? Gördüm. Xəbər var. Nə gördüm? Nə gördüm? Nəyi gördüm? Bu tamamlıqdır. Yəni, təsirlik, qeyri-müəyyən təsirlik halda olan sözdür. Yol ilə sürətlə şütüyən, hansı maşın? Yol ilə sürətlə şütüyən. O da təyindir. Deməli, burada xəbər 2-dədir, təyin 3-dədir, bir də tamamlıq 4-dədir. Uyğunluğu müəyyən edin. 1. Sadə cümlə, 2. Tabesiz mürəkkəb cümlə, 3. Tabeli mürəkkəb cümlə. Sadə cümlə. Kim sevməz ki bu torpağı, bu diyarı? Burada kim sevməz ki? İnversiya var burada. Ona görə də diqqətli olmaq lazımdır ki, bu sadə cümlədir. Getdikcə külək güclənir, yolçuların sürətli getməsinə mane olurdu. Nə? Külək. Xəbərlər küləyə aiddir. Yəni A, E xəbərdir. 1-ə yazırıq. A, E. Burada 2 və 3. Tabesiz mürəkkəb cümlə. O susurdu. Qarşısındakı adam isə dil ötürdü. Bu tabesiz mürəkkəb cümlədə ayrı-ayrı mübtəda və xəbərləri var.
Meşədə quşlar elə bil yoxa çıxmışdı. Səs səmirləri gəlmirdi. Burada da tabisiz mürəkkəb cümlədir. Yəni ikiyə aid olur. C, D. Üçdə tabeli mürəkkəb cümlə. Tabeli mürəkkəb cümlə. Kim bu torpağı əkib becərərsə, torpaq ona dayaq olar. Bu isə tabeli mürəkkəb cümlədir. Yəni üçə aid olacaq B. Mətni diqqətlə oxuyun və tapşırıqları yerinə yetirin. Varlı bir qadın axşamki ziyafət üçün saçını düzəltdirmək istəyir və buna görə də məşhur bir bərbəri evinə çağırır. Bərbər bir lent və bir fırça ilə qadının saçını düzəltməyə başlayır. Yarım saat sonra saç artıq hazırdır və qadın bərbərin düzəltdiyi saçı çox bəyənir. Sonra da üzünü bərbərə tutub, borcum nə qədərdir deyə soruşur. 200 dollar deyə bərbər cavab verir. Qadın, mən bir lentə görə sizə 200 dollar verə bilmərəm deyə nöqtələr, indi hansı sözü artırmalıyıq. Bu vaxt bərbər lenti sürətlə çəkir və saç yenidən əvvəlki vəziyyətinə qayıdır. Sonra da üzünü qadına tutub, mən vurduğum lent üçün pul istəmirəm, gördüyüm iş üçün pul istəyirəm, deyir. Sual, 28-ci sual. Mətnin məzmununa uyğun nöqtələrin yerinə hansı sözü və ya ifadəni yazmaq olar? Burada mən bir lentə görə sizə 200 dollar verə bilmərəm deyə etirazını bildirir, etiraz edir, ifadələri sözü yazıla bilər.